Allah Taala insanı xəlq eləyəndə, insanı yaradanda onun fitrətində bəzi təbii meyllər qərar verir. Məsələn, insanın daxilində empati qərar verir. Empati, yəni nə deməkdir? İnsanın özünü başqa insanın yerinə qoyma bacarığı. İnsan özün başqa insanın yerinə qoya bilir və ya başqa bir canlının yerinə qoya bilir. Bu şəkildə onun dərdinə şərik çıxa bilir. Görürsən, ağıllı, vicdanlı insanlar, daxilində bu həmin hiss olan insanlar, nəinki insan, başqa bir canlıya nahaq yerə zülm ediləndə, incidiləndə ürək yananlıq eləyir. Elə bir ki, adi bir heyvan da olsa belə onun dərdinə yananlıq eləyir. Həmin o empatiyadandır bu. Yəni insanın daxilində olan mərhəmət hissindəndir. İnsan özünü başqa canlının, başqa insanın yerinə qoya bilir və onun dərdinə şərik çıxa bilir.